8 noyabr Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar olaraq Ağstafa rayon İcra Hakimiyyətinin və Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Ceyrançöl düzənliyində keçirilən Zəfər yürüşündə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, Ağstafa rayon İcra Hakimiyyətinin könüllü gəncləri və media nümayəndələri iştirak ediblər. Öncə Ağstafada yetişdirilən dilboz atları ilə Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisinə qara zurnanın sədaları altında yürüyüş edilib. Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisinin torpaq iqlim şəraitinə uyğun olaraq burada vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiya çərçivəsində ağaclar əkilib, əkilən tinglərə aqrotexnik qaydada qulluq göstərilib. Sonra qədim adət-ənənələrimizi ehtiva edən at yarışları və oyunlarında nümunələr nümayiş etdirilib. Keşikçi Dağ AV Dövlət Tarix Mədəniyyət Qoruqları, Ağstafa Dövlət Rəsm Qalereyası və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinə məxsus sərgi çadırlarının ziyarəti, həmçinin kiçik yaşlı karateci, judoçu və güləşçilərin nümunəvi idman çıxışları böyük rəğbətlə qarşılanıb. Tədbirin rəsmi hissəsi ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himnimiz səsləndirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, Müzəffər Azərbaycan ordusunun zəfər yürüyüşünün bünövrəsi xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin 32 il öncə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı zamanı qoyulmuş, Ulu Öndərin siyasi varisi onun dövlətçilik prinsiplərinin təməlini günbəgün möhkəmləndirən prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin bərpa etmiş, xalqımızı əbədi olaraq tarixi zəfərə qovuşdurmuşdu. Mədəniyyət adı var. Və qazilər bütün... Və biz bu Zəfər bayramını məndən öncəkilər də çıxışlarında dedilər və biz bunu dəfələrlə də təkrar etməliyik ki, başda Ali Başkomandan olmaqla şəhidlərimizə, qazilərimizə, ordumuza, ümumilikdə bütün Azərbaycan xalqına borcluyuq. Qədimli Variz Rağıfoğlu Ağstafa rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri. Zəfər günümüzün 5-ci ildönümündən əlaqədar olaraq ölkəmizdə və rayonlarımızda silsilə tədbirlərimiz davam edir. Eləcə də olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər davam edir. Bu gün də Zəfər bayramının 5-ci ildönümündən əlaqədar olaraq şəhid ailələri, qazilərimiz Keşikçi Dağ Təbiət Qoruğu ilə birlikdə tədbir təşkil eləmişik. Hər şəhid ailələrimiz, qazilərimiz dəvətlidirlər. Bugünkü tədbir Zəfərimizin 5-ci ildönümü münasibəti ilə təşkil olunmuşdur. Tədbirin təşkilatçıları Ağstafa rayon İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin tabeliyində olan Keşikçi Dağ Qoruğunun birgə təşkilatçılığı əsasında keçirilir. Tədbirin keçirildiyi ərazi qoruğun yerləşdiyi Ceyrançöl ərazisidir və tədbirin də bu ərazidə keçirilməsi təsadüfi olaraq seçilməmişdir. Çünki Ceyrançöl ərazisi qədim zamanlardan Elat mədəniyyətinin, atçılıq ənənələrinin birləşdiyi və qədim karvan yollarının keçdiyi bir ərazi olmuşdur. Tədbir çərçivəsində dilboz atları ilə yürüyüş təşkil olundu. Bundan əlavə milli rəqslər nümayiş etdirildi, canlı musiqi ifaları olundu, güləş və digər idman yarışları tədbir iştirakçılarına təqdim olundu. Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib. Kamran Əskiparalı, Sənan İsmailov, SSV Xəbər, Ağstafa.